Deputatın təklifi müzakirələrə səbəb oldu. Müsəlmanlar Allah qarşısında bərabər olsalar da, Məkkədə Kəbənin içərisinə ziyarət üçün yalnız xüsusi imtiyazlı şəxslər buraxılır. Əshab-ı Kəhfdəki ikinci Kəbəyə isə hamı buraxılmalıdır. Bu təkliflə deputat Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev çıxış edib. O, partiyanın mətbuat xidmətinin suallarını cavablandırarkən deyib ki, Naxçıvanda yerləşən Əshab-ı Kəhfdə Məkkədəki Kəbənin İslamın ən mühüm məscidinin eynisini tikə bilər. Stat. Səudiyyə Ərəbistanı hər il Kəbənin örtüyünü dəyişir və köhnə örtüyü bir müsəlman ölkəsinə bağışlayır. Dost ölkə kimi xahiş edə bilərik ki, birini də bizə bağışlasın. Müsəlmanlar Allah qarşısında bərabər olsalar da, Məkkədə Kəbənin içərisinə ziyarət üçün yalnız xüsusi imtiyazlı şəxslər buraxılır. Əshab-ı Kəhfdəki ikinci Kəbəyə isə hamı buraxılmalıdır. Bu zaman bütün müsəlmanların imkanı olar ki, yeni Kəbənin içərisinin necə olduğunu görsün və ziyarət etsin. Biz yeni Kəbəni bütün müsəlmanlar arasında tanıda bilərik. Statın sonu. Qeyd edək ki, sözü gedən təklif birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.